Şabrandan fərqli olaraq Gəncədə isə yataqxana binası acınacaqlı vəziyyətdədir. 35 ailənin yaşadığı bina hər an uça bilər. Artıq illərdir davam edən dözülməz vəziyyət sakinləri lap təngə gətirib. Ağır şəraitdə yaşayan sakinlər aidiyyatı qurumlardan köməklik istəyirlər. Görürsünüz də şəraitimiz nə gündədir bizim. Buzxanadır bu da. Yer yoxdur yatmağa, kuxunumuz yox, hamam yox, pis vəziyyətdəyik. Gəncə şəhərindəki hərbi şəhərciyin keçmiş mehmanxana binasında məskunlaşan sakinlər illərdir çətin vəziyyətdə yaşayırlar. Elektrik enerjisi ilə qızdırılan binada infrastruktur demək olar ki, çöküb. Burada məskunlaşan Kəlbəcər və Ağdamdan olan keçmiş məcburi köçkünlər ağır durumdan qurtarmaq üçün hazırda boşaldılmaqda olan qəsəbələrdə müvəqqəti mənzil istəyirlər. Biz istəyirik ki, ha vaxtsa evimiz tikilib, verənə kimi bizi buradan köçürsünlər, bir ildə yaşasaq ki, ildə. Yaxşı yaşayışımız olsun, yaxşı gün görək. Qəsəbələrdə boş izdanyalar var, bizi köçürsünlər ora. Heç bir şəraitimiz yoxdur. Bir işıqdır, onda elə soyuqda, sarsıqda, özüm xəstə adam. İlk illərdə bu binaya yerləşdirilən ailələr şəraitsizliyi səbəbindən kirayələrdə mənzillərə köçüblər. Hazırda binada 35 ailə qalıb. Onlar da aidiyyatı qurumlardan kömək gözləyir. Beton üstündə yaşayırıq. Qısamda soyuqluqda olmaz burada. Burada bizdən aşağı tərəfdə qəsəbə var. Qəsəbədə boş evlər var. Bu boş evləri də köçürə bilərik. Sonra orada bir kombi var. Məsələdən qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi də xəbərdardır. Komitədən bildirildi ki, işğaldan azad edilmiş ərazilərə köç prosesi zamanı ilkin mərhələdə qəzalı və ağır şəraitdə yaşayan məcburi köçkünlərin məskunlaşdırılmasına üstünlük verilir. Qeyd edilən ünvanda məskunlaşmış Kəlbəcər və Ağdam rayonlarından olan məcburi köçkün ailələri də köçürülmə qrafikinə uyğun olaraq mərhələli şəkildə işğaldan azad edilmiş ərazilərə köçürüləcəklər. İlham Məmmədov, Fidan Səfər, Space xəbər, Gəncə.